Herkes salamlar dostlar. Bugün sizinlə birlikdə dərs çalışma vloqunu çəkirəm. Səhərə kimi bu arada. Siz çox dərs çalışma vloqu istəyirsiniz və mən də çəkirəm. Bu arada bunu da yeni düzəltmişəm. Belə içinə bunu ayvaç və pozan qoymuşam. Bu şəkildə dedim göstərim. Deməli dərslərimi çoxdan göstərir kimi eləyəcəm. 6-cı gün axşamdır. Dərslərimin çox olma səbəbi, yəni aşırı çox olmağının səbəbi, çünki bizdə cədvəli dəyişiblər, birinci gün olan cədvəli və dəyişilən cədvəl də bizdə deyil də şu anda. Biz bilmirik nədir birinci günə. O da ki, deyiblər ki, bazar günü axşam atılacaq yəqin ki. Ona görə bütün dərsləri hazırlayın deyiblər. Belə də indi nə dərs varsa hamısını hazırlamaq zorundayam. Hazırlığım da var. Bugünlər hazırlığa girdim və sabah da var. Saat 1-də başlayacaq. Onu da hazırlamalıyam. Onun da ev tapşırıqlarını. Belə indi isə bu şəkildədir. Eləyəcəklərimin bir qismi. Hamısı bu qədər deyil də təbii ki. Yuxarıdan da belə nələrsə götürəcəm. Onları da eləməliyik. Amma indi mən sizə belə tək-tək göstərmək istəyirəm. Deməli, burada belə bir boş kağız, bunu qeydlər yazırdım, oradan qalıb, bu neysə. Burada bu şəkildə elm, texnologiya, həyat, kimyadan onun belə qısa qeydini yazdım. Mən bunu öyrənəcəm. Bu şəkildə kimya bəlkə ola bilər də, yəni birinci günə. Və story time, bu mətni də ingilis dili məktəb müəllimə verib, mətni deyib ki, yəni özünüz qısaldılmış formatını öyrənin. Belə 6-5-6 cümlə. Onları da bu şəkildə yazmışam mən seçib. Bunları da öyrənəcəm. Bir şey də düzəltmək istəyirəm. Onu da vaxt qalsa bugün, yəni yuxum gəlməsə, əgər yuxum gəlsə yatsam, sabah düzəldəcəm. Və deyəcəksiniz ki, indi niyə səhər kimi eləyirsən? Zaten bazar günü də var. Çünki bazar günü dincəlmək istəyirəm. Ona görə indi eləyəcəm. Deməli, daha sonra bu mənim ingilis dili hazırlığımdır. Bu dəftərimdir. Bu şəkildə belə göstərim. Baxın belə. Bir-iki səhifə bu şəkildə göstərdim. Nəysə. Bu da kitabdır. Bu şəkildə. Bu testlər falan var. Onları amma deyəsən gələn həftə işləyəcəm. Belə. Sabaha isə ingilis dilindən mətn öyrənməliyəm. Texnologiyanı işləməliyəm. Bu şəkildə. Bu səhifədən başlayıb 3-cü mövzunu işləməliyəm. Sonrasında da hamısını belə çıxardıb göstərə bilməyəcəm. Fizikadır, nə bilim, kimya, biologiya. Sonra yuxarıdan belə tarixi falan hamısını yəni işləməliyəm. Belə də yəni bunlardır və mən başlayıram artıq işləməyə. İlk ingilis dili hazırlığımı işləyəcəm. Saat. Mən artıq baxın bunu qısaca şey eləyəcəm. Danışacağım. Bunu işləmək. Dostlar, mən səhər belə bir plan qurmuşdum, amma bu planı səhər eləyə bilmədim, axşama saxladım ona görə də. Ona bağlı zaten posta paylaşmışdım, mən belə şəklini çəkmişdim. Və bu plana indi ingilis dilinə verilən ev tapşırıqlarını da əlavə eləyəcəm. Çünki mən bu planı səhər qurmuşdum və mənim də hazırlığım axşam sağı oldu. Belə yəni, onu da əlavə eləyəcəm, çünki onları da edirəm. Yanıma bu şəkildə belə süd də qoyuram, dərsliyə içməyə, atışdırmalık kimi. Buna da tik atmağı unutmuşam bu şəkildə. Bilmirəm buradan hansını eləyim. Dalbada ingilis dili eləmək istəmirəm. Fizika işləyəcəm, fizikadan da testlərdir də, ancaq öyrənməyə heç nə yoxdur, onu eləyəcəm belə.
çünki biz ümumiləşdirici tapşırığın yarısını sinifdə işləmişdik. Yarısını da müəllimə evə vermişdi və bu da bitdi. İndi isə iş dəftərini işləyəcəm və fizika bitəcək. Fizikanı işləyib bitirdim. İndi isə məktəbdən verilən mətn öyrənməni öyrənəcəm. Burada isə ingilis dili hazırlığımın testlərini işləyirəm müəllimənin atdığı